Bəxtiyar Məmmədov Ali Məclis sədrinin birinci müavinidir. Ali Məclis sədrinin səlahiyyətlərini icra edir. Bəxtiyar Məmmədov siz nə iş tapşırıblar? Bəxtiyar Məmmədov hər gün axşam çıxır şəhərdə, başlayır işıq dirəkləri saymağa ki, hansı dirəkdə işıq yanır, hansı yanmır. Heç yanmır ki. Biri göndərmişdi mənə. Belə rüsvatçılıq olar, belə biabırçılıq olar. Məktəbdən şeyə qədər. Deməli, belə çıxır ki, Bəxtiyar öz funksiyasını yerinə yetirməyib də, yaxşı funksiyasını. Yaxşı söyləyə bilməyib ki, o vəziyyət yaranıb da. 2 nömrəli məktəbdən şəhərin mərkəzinə qədər işıqlar yanmır. Mən paylaşmışam da, adam deyir ki, baxın, Bəxtiyar Məmmədov öz funksiyasını yerinə yetirə bilmirmiş. İndi nə isə, məclisə nəzarəti bunun əlindən alıbdır, veribdir. Sədrəddin adlı bir köməkçisi var. Orada yanlışsınız. Cəzəvənin məndəki məlumatda deyil. Ali Məclisə nəzarəti Salat nümayəndənin müavini Samir Seyid Əhmədli eləyir. Dəqiq məlumatda. Bu da müavindir, bu da müavindir. Sədrəddin adı. Bu Ali Məclis sədrinin köməkçisidir, rəsmi adı belə gedir. Amma Ali Məclisə rəsmi nəzarəti, rəsmi yerində qeyri-qanuni olmaz. Salatın nümayəndənin müavini Samir Seyid Əhmədli eləyir. Ya adı Samir olsun, ya adı Sədrəddin olsun. İkisi də S ilə başlayır, düzdürmü? Yox, fərqi var axı. Yox, indi qulaq as da. İkisi də S ilə başlayır, ikisinin də o vəzifəyə dəxli yoxdur, düzdürmü? Heç bir dəxli yoxdur, bəli. Yox, birinin gənə var. Biri gənə Ali Məclis sədrinin köməkçisidir, rəsmi. Sədrin deyil, bu şeyin deyir. Yox, rəsmi Ali Məclis sədrinin köməkçisidir. Ali Məclisin saytı var da, girin baxın da. Bilmirəm, nəsə də bunun köməkçisidir, kimdirsə, bu adamın köməkçisidir. Yəqin ki, o Sədrəddin dediğimiz şəxs Ali Məclis sədrinin köməkçisidir. Onun Ali Məclisə hansısa bir müdaxilə eləmək səlahiyyəti var. O Ali Məclis sədrinin müavini, birinci müavini səlahiyyət verib. O başqa məsələ. Bunun müavininə söhbət gedir. Bunun müavini Samir Seyid Əhmədlidir. Bunun Ali Məclisə heç bir dəxli yox. Hə, bəli. İndi bu dərəbəylik deyilmi?